Salam, hər vaxtınız xeyirli olsun. Deməli, maqnit sahəsi bölməsindən amper qüvvəsinə aid maraqlı bir neçə sualın izahı verəcəm. Əvvəlcə 76-cı sualını davam edirəm. Yazıb ki, 1 və 2 sabit maqnitləri sarğacın yaxınlığında şəkildəki kimi yerləşdirilmişdir. A açarı qapandıqda bu maqnitlər hansı istiqamətdə hərəkət edir? Deməli, əvvəlcə gəlin nə edirik? Biz A açarını qapayırıq. Bu A açarı qapansa, görək burada cəryan hansı istiqamət olacaq? Biz şərti olaraq qəbul etmişik ki, mənbəyin böyük xətti olur müsbət, kiçik xətt olur mənfi və cəryan, iyi cəryan işlədir, həmişə müsbətdən mənfiyə doğru axır. Müsbətdən mənfiyə doğru. Onda baxıram ki, cəryan buradan gəlir. Şəklin görünməyən hissəsində arxada aşağı düşür. Qayıdır, buradan qalxır yuxarı üstə. Hər dəfə belə təkrarlanır. Cəryan hansı tərəf olacaq? Biz gördüyümüz müstəvidə cəryan yuxarı doğru yönəlmiş olacaq. Yəni cəryanın istiqaməti olacaq bizdə yuxarı doğru. İndi bunun biz induksiyasını təyin etməliyik. Görək cəryanın induksiyası necə tapılır. Və biz bilirik ki, induksiyanın istiqaməti, yəni cəryanlı naqili induksiyası tapmaq üçün sağ əl qaydasından istifadə olunur. Sağ əl qaydası. Sağ əl qaydasında elə tuturuq ki, baş barmağımız, bax bu bizim baş barmağımız. Baş barmaq, deməli cəryan istiqamətində yönələndə qıvrılmış 4 barmaq B-ni göstərir. İndi mən həmin bu qaydanı gətirib bura tətbiq eləsəm, hər dəfə sağ əlimizə tutsaq görəcəyik ki, qıvrılmış 4 barmaq buradan içəri inir, daxil olmuş olur. Yəni buradan içəri daxil olur, fırlanır, bu tərəfdə isə buradan çölə çıxır. Onda belə çıxır ki, və biz maqnitlərdən bilirik ki, induksiya xətləri şimal qütbdən çıxır, cənub qütbə daxil olur. Şimaldan çıxır, cənub qütbə daxil olur. Deməli, baxın, bu hissədə, yəni sol tərəfdə induksiya xətləri buradan çıxır, yəni tərk edir. Onda bu qütb nə olacaq bizdə? Şimal. Burada isə sol tərəfdə isə halqaya daxil olur. Yəni içəri daxil olursa, deməli bura nə olacaq? Cənub qütb. İndi baxın. Bu S, bu N. Əks qütblər bir-birini inir, cəzb edir. Onda bir hansı tərəfə gedəcək? Sağa tərəf gedəcək. Sağa. Yaxşı, ikinci tərəfə baxaq. Bizə burada oldu nə? S. Bu da oldu S. Ya eyni qütblər bir-birini inir, itələyir. İtələyirsə, iki hansı tərəfə hərəkət edir? O da sağa hərəkət edəcək. Sağa. Deməli, cavabımız olacaq hər ikisi sağa. Birinci üsul belə, ikinci üsul isə sağ əl qaydasını belə tətbiq edəcəyik. İnşallah. Deməli, sağ əlimizi götürürük. 4 barmaq cəryan istiqamətini yönələndə baş barmaq induksiyanı göstərir. Baxın bu formada. Deməli, baş barmağımız bu olsun. Əlimizi çox mükəmməl çəkməsək də çəkməyə çalışaq. Baxın, 4 barmaq i istiqamətinə gedəndə bu sarğaclara aiddir bu. 4 barmaq i istiqamətə gedəndə baş barmaq induksiyanı göstərir. Deməli bu olacaq bizdə nə B? Baxırıq ki, B bu istiqamətə gedir sola. Buradan tərk eləyir. Burada isə daxil olur. Daxil olanda olur S, tərk eləyəndə olur N, yəni şimal qütb. Birinci sualımızın izahı belədir. Cavab oldu D variantı. Növbəti sualımız 78 ilə buna uyğun bir sualdır. Deyir ki, K açarının qapanması nəticəsində elektromaqnitin qarşısında qoyulmuş cəryanlı naqil hansı istiqamətə yerini dəyişir? Yenə gəlin bu açarı qapayırıq. Açarı qapayanda dedik axı, böyük xətt müsbət, kiçik xətt mənfidir. Demək cəryan gəldi. Arxa hissəni biz görmürük, orada yuxarı qalxır. Biz gördüyümüz hissədə cəryan hara yönəlir? Aşağı istiqamətə yönəlir. Yönəldi aşağı. Yaxşı. İndi bunun induksiyasını tapmaq üçün yenə dedim ki, sağ əl qaydasını istifadə edəcəyik. Ya 4 barmağımızı aşağı istiqamətdə tutanda, baş barmağımız hansı tərəfə yönəlirsə induksiya o tərəfə gedəcək. Ya belə baxacağıq. Belə olanda deməli induksiya olacaq bu istiqamətdə. Onda belə çıxır ki, buradan tərk eləyir, burada isə daxil olur. Burada tərk eləyirsə, deməli bu xəttləri mən davamlı çəkə bilərəm. Burada belə, bu belə. Bu xəttlərimizi çəkdik. B induksiya xəttlərimizi çəkdik. İndi bizə deyir ki, amper qüvvəsinin istiqamətini tapın. Yəni naqil hansı istiqamətə hərəkət eləyir? Bunu tapmaq üçün biz amper qüvvəsinin istiqamətini bilməliyik. Amper isə uşaqlar sol əl qaydasını tapılır. Sol əl qaydası. Onda deyirdi ki, sol əlimizi elə tuturuq ki, bax bu olsun bizim sol əlimiz. Sol əlimizi elə tuturduq ki, B bizim ovucumuza daxil olurdu. 4 barmaq iyini göstərirdi. Açılmış, yəni 90 dərəcə açılmış baş barmağı isə amper qüvvəsini göstərirdi. İndi gəlin əlimizə tətbiq eləməyə çalışaq. Deməli, o şəkli mən köçürürəm aşağı. Cəryan oldu hansı tərəfə? Yuxarı. Cəryanın istiqaməti oldu yuxarı. İyini tapdıq ki, yuxarı verir belə şəkil. Biz induksiyanı tapdıq hansı tərəfə? Sağ hissəyə.
Yəni soldan sağa. B də oldu belə. İndi yaxşı. Biz əlimizə tətbiq eləsək, görəcəyik ki, 4 barmağımızı yuxarı tutduq. Yəni sol əlimizin barmaqlar oldu yuxarı. B ovcumuza daxil olmasın, əlimizi çevirəndə baş barmaq hara düşür? Bizdən şəkil müstəvisinə. Deməli, amper qüvvəsinin istiqaməti olacaq. Bizdən şəkil müstəvisi və bizdən şəkil müstəvisi biz fizikada nə ilə qəbul etmişik? X-la qəbul edirik. Deməli, cavabımız olacaq bizdən şəkil müstəvisinə. Doğru cavab B variantı. Davam edirik 77-ci sualla. Testin belə deyərəm, ən maraqlı suallarından biri buydu. Deyir, dövrənin qapanması nəticəsində, bizə sayıncı rəngimiz dəyişək. Dövrənin qapanması nəticəsində perpendikulyar yerləşdirilmiş cəryanlı naqil şaquli vəziyyətdən, yəni bu vəziyyətdən, bax, bu vəziyyətdən gəldi hara? 45 dərəcəlik bu vəziyyətə. Deyir ki, aktiv hissəsinin uzunluğu 50 cm. Verilənləri qeyd edirik. Deməli, yazıram buradan. L bərabərdir 50 cm. 50 cm-də metrə çevirsəm olur neçə? 0.5 metr. Gözəl. Və kütləsi 20 qramdır. Yazıram, M bərabərdir 20 qram. Onu da çevirsəm minə bölərəm. Olar 0,02 kiloqram. Və axan cəryan şiddətinin qiyməti I bərabərdir bizdə verib 2 amper. Bunu çevirməyə ehtiyac yoxdur. Əsas vahidlə verilib. Bir də yeni qravitasiya sahəsinin intensivliyini qeyd edirəm. 10 metr bölünsün saniyənin kvadratı. Gözəl. Verilənləri yazdıq. Yaxşı. Mən naqili qoymuşam bura dedik. Düzdürmü? Naqili bura qoyanda bunun aşağı yönələn hansı qüvvəsi var? Ağırlıq qüvvəsi var. mg. Yaxşı olar. Bunu heç kim toxunmasa öz-özünə buradan bura gələ bilərmi? Təbii ki, yox. Yəni bu heç vaxt mümkün deyil. Yəni bunu buradan bura gətirən müəyyən bir qüvvə var. Həmin o qüvvə bizdə, yəni naqilə təsir göstərən qüvvə bizdə nə olacaq? Amper qüvvəsi. Deməli, amper qüvvəsi hansı tərəfə yönəlib? Sol tərəfə yönəlib. Gözəl. Amper qüvvəsini tapdıq ki, biz sol istiqamətə yönəlib. Yəni bu buradan bura gəlməsi üçün hansı tərəfə gəlməlidir? Sola bir qüvvə olmalıdır. Əgər bura gəlsəydi, mən deyərdim ki, amper qüvvəsi hansı tərəfə yönəlib? Sağa yönəlib. Şəkil burada olduğuna görə deyirəm amper qüvvəsi sola yönəlib. Gözəl. Bunu bilirik. Yaxşı, aşağı hansı qüvvəsi var? Naqilin bir mg'si varmı? Ağırlıq qüvvəsi. Gözəl. İpdə hansı qüvvə yaranır? Gərilmə qüvvəsi. T gərilmə qüvvəsi. İndi gəlin nə edirik? Bu gərilmə qüvvəsini biz iki dənə toplanandan ayırırıq. Biri bu, biri isə yuxarı. Yəni biri üfüqi, biri şaquli. Mən bunu bura birləşdirsəm. Bura 45-dirsə, burada olacaqmı 45 dərəcə? Burada olacaqsa 45 dərəcə. Yaxşı, bunu yazmağa ehtiyac yoxdur. Heç yazmasa da ehtiyac yoxdur. Onda bitişik olana biz nə demişik? T kosinus alfa. Uzaq olan T sinus alfa. Onda belə çıxır ki, tarazlıqda olması üçün. Bax, buradan bu mg ilə T sinus bir-birinə olmalıdır? Bərabər. Yazıram onda. Deməli, T sinus alfa bərabərdir nəyə? mg-yə. Yaxşı, digər növbəti qüvvələrimiz hansılardır? Amper qüvvəsi ilə də T kosinus bir-birinə nə olmalıdır? Onlar da bir-birinə bərabər olmalıdır. Onda olacaq ki, belə deməli T kosinus alfa bərabərdir F amper qüvvəsinə. Yaxşı. Bu T ilə işimiz yoxdur. T'dən olsa bir-birinə bərabərdir. Şöyle bucağın isti dərəcədə 45 dərəcə. 45-də sinusla kosinüsün qiyməti bizə nə verir? Kök altı 2 bölünsün 2. Deməli bunlar bir